Bakı Ağır Cinayətlər Məhkəməsi 12 may 2026-cı il Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əkbər Roman Nərmanovun sərbəstliyi ilə Nuriyev Elnur Aləmoğlu və Tağıyev Azər Heydəroğlu ibarət tərkibdə Cıvıcova Səltənət Yaşar qızının çatdığı ilə Dövlət Qanusu Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət Qanun Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrindən Dövlət Qanun Müdafiəsi Şöbəsinin prokurorları Mehriəliyev Zövqət Sərbəroğlu və Müzəyev Elvin Elçinoğlu'nun təqsirləndirilən şəxs Nəbiyev Elsəvər Arifoğlu və müdafiəçisi Fidesz Vəkili Bürosunun vəkili Tağıyev və Samirə Novuzluğun iştirakçıları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında Nəbiyev Elsəvər Arifoğlu'nun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasına baxaraq məhkəmə hökm etdi. Nəbiyev Elsəvər Arifoğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli günlərə 3 il müddətindən azaltma məhkum etmə cəzasına məhkum edilsin. Nəbiyev Elsəvər Arifoğlu'na təyin olunmuş azaltma məhkum etmə cəzası ümumi rejimli cəza çəkmə müəssisəsinə çəksin, həbsdə saxlanıldığı müddət təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı tutulduğu 20 noyabr 2025-ci tarixdən hesablansın. Barəsində seçilmiş həbs qəti imkan tədbiri hökm qanuni qüvvələnənədək dəyişdirilmədən saxlansın. Narkomaniya da məcburi müalicəyə cəlb edilsin və yaşayış evləri ərazisi narkoloji dispanserindən qeydiyyata alınsın.